Prezident İlham Əliyev 2026-cı il gənclər üçün prezident mükafatlarının verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda gənclərimizin siyahısında Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi 2-ci dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var. Təbrik edirik sizi, xoş gördük. Sizləri ilk özə salamlayıram və təşəkkür edirəm. Səməd bəy, bu gözəl xəbəri sizə kim verdi? Kimin dilindən eşitdiniz? Bu xəbər biraz, belə deyim, vermək biraz qəliz oldu. Bizdə Elvin müəllim var mediada. O mənə bəs biraz mənə zarafatlaşdı ki, bəs adı nədir? Nəsə bir şuluqluq eləmsən, direktor səni yanına çağırır. Apardı məni direktorun yanına. Direktor yanına gedə-gedə də deyir ki, buna hərəkət eləmsən, nə bilim, nə falan filan. Mən də bir də gördüm, girdim içəri, direktor qaçdı üstümə, mənə başladı qucaqlamağa falan. Bəs səni təbrik edirəm falan. Mən də qalmışam, ay Allah, görəm bu nə deyir. Mən direktorun üzünə baxıram, direktor da Elvin müəllimə deyir ki, bəs xəbəri yoxdur. Mən də fikirləşirəm, bu nə deyir. Axırsa Elvin müəllim deyir, yox, xəbəri yoxdur. Deyir, səni təbrik edirəm, direktor dedi ki, bəs prezident mükafatına layiq görmüsən gənclər arasında. Bu çox böyük uğurdur, həmişə belə inkişaf elə, belə davam elə. Mən də təsəvvür edin, elə bir, yəni təsəvvür edin ki, töhmət alma ehtimalından getmişəm, yəni prezident mükafatı öyrənmişəm də, yəni. Həyəcanı ilə, yəni kövrəldim də, yəni belə. O mənlə qəşəng zarafat eləmişdi. Mama zəng gəldi ki, bəs təbrik edirəm. Bəs hamı mənə zəng eləyir ki, bəs belə elə. Papaya zəng gəldim, özüm dedim, papa başladı bəlkə bir telefonda 5 dəqiqə ağlayıb dayanmadan. Yəni belə, başqa bacı falan zəng elədi. İnanın ki, belə deyim, mənim bura gəlib çıxmamda təbii ki, indi bəzi nüanslar sonradan yaranır, amma sonradan yaranır. Mən bunu özüm yaratmışam ki, bu səviyyəyə gəlib çıxım. Nəyə görə? Yəni mənim ətrafımdakılar hər kəs bilir ki, mən yəni çox, yəni təsəvvür eləyə bilməyəcəyiniz qədər çalışqan bir insanam. Mənim uğurumun əsas səbəbi həqiqətən də mənim əzmkarlığımdır və diribaş olmaq lazımdır. Çox diribaş olmaq lazımdır. Sən daim özündə şans yaratmağı bacarmalısan özün üçün. Yəni nəyisə məsəl üçün demək lazımdır, ayda mən bunu deməyim. Nəyisə eləmək lazımdır, ayda mən bunu eləməyim. İnan ki, yəni onu eləməmək sənə eləməkdən daha pis olacaq. Əziz anam şirin sözü anam, qəlbin kövrə eşqin solmaz bahar, gülər üzlü qara gözlü anam, hara getsəm gözüm mənə baxar. İnanın ki, bax, Allaha and olsun deyirəm, mənim dayımzad olmayıb da, yəni adamım falan olmayıb mənim. Mən hər şeyi özüm çıxmışam da, yəni hələ bundan da qabağa getməyi fikirləşirəm. Mən buradan gənclərə demək istəyərdim ki, yəni təbii ki, həm yaşlılarıma, məndən sonra gələn gənclərə demək istəyərəm ki, çalışın ki, heç bir məhdudiyyət sizi yolunuzdan eləməsin. Necə ki, bax, məndə var məhdudiyyət, mən 2-ci dərəcəli gözdən əliləm. Lakin, belə deyim, mən bunu özümə məhdudiyyət kimi yox, bir plus kimi görürəm. Pagine lasciò, malizie, amore.